Futsal Profissional é um canal de melhores momentos do futsal mundial. Se gostar do vídeo, inscreva-se no canal. Cartagena cütünün qalibiyle üz-üzə gələcək. Belə ilə mübarək. Anilton zərbə mövqeyinə çıxdı. Anilton zərbəsi qarşılanıb. Daha bir zərbə və top. Artur. Sağ ayaqla zərbə Kürdov. İndi o da buraxır. Xeyli. Qüvvətli zərbə və möhtəşəm qol vurur. Möhtəşəm qol vurur rəqib Anilton Silva ilə. Güllə kimi top qapıya daxil oldu. Artur'un zərbəsi dəqiq deyil. Artur ötürmə gözləyir. Artur'un zərbəsi və top necə qapıya daxil oldu? Çox maraqlıdır. Toxunuş da var idi o zərbədən sonra. Emin Kürdov. Çox gözəl hərəkət izlədik. Və açığı Kürdovun bu zərbə qarşısında heç nə edə bilməməsi də öz yerində. Mükəmməl zərbə idi. Bir hərəkətlə çaş-baş saldı. Niş. Igor. Zərbə mövqeyinə çıxdı. Emin Kürdov yenə. Topu qapısından buraxır bu epizodda. Lucio topu qapının üstündən. Qüvvətli zərbə, Kürdovdan top qayıdır. Və Zəndə davanla zərbə indirir. Belə ilə ilk isə Benfica'nın 4-0 hesabı üstünlüyə başı çatır. Əziz tamaşaçılar. Anilton. Artur. Artur sağ ayaqla zərbə, top qapıdan keçir. Mən olduğum nöqtədən o topu Coelho. Rövşən Hüseynli bu top əlbəttə işi asanlaşdırır. Son anda önündə Perrozo, Andre Coelho, ondan qüvvətli zərbə, top qapının təhlükəli zərbə idi, qüvvətli zərbə. Lucio çox yaxşı aldatdı və Rövşən bu epizod. Rövşəndən qaydan top, təkrar zərbə və 6-cı qol. Jacaré də fərqlənir Benfica'da. Anilton. Anilton zərbə, Rövşən Hüseynli mükəmməl oyun. 7-ci qol qapımızdan keçmədi o gözəl oyuna görə, amma Anilton yenə də fərqlənir. 7-0 olur hesab. Ferreira ötürməsini edir Artur. Artur'dan qapı qarşısına və top ötürməsini edir. Lucio zərbə indirir Rövşən Hüseynli. Təkrar zərbə yenə Rövşən. Mükəmməl. Ton çəkdi sol ayağını ötürmə Artur'a. Artur'dan zərbə amma yox. Bu dəfə Artur topu qapıdan keçirir. Rövşən də komandamıza kömək edə bilmədi. Çox sağla keçdi. Nunişdən ötürmə. Jacaré. Geri qaydan top. Rövşən Hüseynli orada qola mane olur. Səhv et ötürmədə Igor. Oniyeş. Və hesab 9-0 olur. Artıq bu dəfə Rövşən Hüseynli də topa istiqamətlənmədi. 9-cu qolu vurur Benfica. Igor. Igor çaş-baş saldı orada 5 saniyə. Koreya top oyuna daxil etdi və Você acabou de assistir os melhores momentos de Benfica e Aras pelas oitavas de finais da Liga dos Campeões de Futsal. Quer continuar assistindo mais vídeos? Eu vou deixar os melhores aqui na tela final.